Hər vaxtınız xeyir olsun dəyərli müəllimlər və abituriyentlər. Bu videomuza həm Azərbaycan dili ədəbiyyat müəllimləri, həm ibtidai sinif müəllimləri, eyni zamanda bloka hazırlaşan abituriyentlər də baxa bilərlər. Və videoda deyəcəklərim əmin olun ki, imtahanda əlinizdən tutacaq ən gözəl vasitələrdən biri olacaq. Videonun sonuna qədər izləsəz, əmin olun ki, peşman olmayacaqsınız və bizim videolarda xeyirdən başqa bir şey görə bilməzsiniz. Bir şey qeyd edeyim, izahat keçməzdən öncə bizim aprel ayının 20-sinə qədər dil ədəbiyyat müəllimləri üçün yeni sıfırdan qrupumuz başlayır. Həmin qrup həftədə 2 dəfə, 3 dəfə, bəzən 4 dəfə yeni mövzular əlavə eləyərək tam proqramı çatdıracaq. Bu öz yerində gündəlik hər gün keçirdiyimiz kiçik sınaq var. Hər gün sizə bir dənə sınaq əlavə eləyirik və bunlardan əlavə, yəni dərs zahandan, mövzu zahandan, hər şeydən əlavə canlı yayımlarda da bol-bol rahat-rahat iştirak edə bilirsiniz. Yəni bu qruplarda siz təkcə MİQ imtahanına deyil, eyni zamanda bir peşəkar müəllim kimi, bir mütəxəssis kimi yetişmə imkanı əldə edirsiniz. İndi bacarına can qurban, sən gəl öyrən də. Gəlibsən, oxumayacaqsansa gerisi mənlik deyil. Və bir də nə var? Bloka hazırlaşan abituriyentlər də imtahana qədər bizlə sürə qruplarımızda faydalana bilərlər, hazırlaşa bilərlər. Bloka hazırlaşan abituriyentlər üçün 0 55 597 01 51 nömrəmizə yaza bilərlər. Bu nömrə həm də ibtidai sinif müəllimləri üçün aktivdir. Dil ədəbiyyat müəllimləri 070 882 18 83 nömrəmizə yaza və ya zəng edə bilərlər. Belə və izahımız da videomuzda xoşunuza gələrsə, bəyənməyi də yaddan çıxarmayın. Başlayaq qaymaq kimi qaydalarımızdan. Cümləni qeyd edirəm. Həmin gün hamı onu qarşıladı. Həm müəllimlərin, həm də abituriyentlərin qarışdırdığı məqamlardan biri, bax, bu həmin gün məsələsidir. Deyirlər ki, müəllim, niyə orada, yəni suallar nə yarandır? Niyə orada mürəkkəb söz yoxdur bu cümlədə? Bu cümlədə niyə mürəkkəb söz yoxdur? Niyə zərf yoxdur? Niyə bu cümlədə filan söz ayrı təhlil olunmur? Yəni, bu həmin günlə bağlı xeyli problemlər yarana bilir. Bu problemlərə gəlin bir dəfəlik son qoyaq. Baxın, burada gün ismi var, həmin əvəzliyi var. Həmin əvəzliyi ilə gün ismi birləşərək birinci növ təyinli söz birləşməsini əmələ gətirir. Və onu da biz parçalaya bilmirik. Yəni, parçalana bilməyən birinci növlərdən biri də məhz budur. Niyə parçalana bilmir? Mən, bəli, həmin sözünə hansı sualı verə bilirəm? Amma həmin sözünə verdiyim sual kimi gün sözünə də sual verə bilirəm, rahat deyə bilərəm. Həmin hansı gün? Həmin gün dedim, yaxşı. Buyur, indi günə sual ver. Günə sual ver. Sual verə bilirsənmi? Sual verə bilmirsən. Yəni, gün hamı onu qarşıladı, olmaz. Ona görə biz məcburuq ki, neyək? Həminlə günü ayrı-ayrı, həminlə günü bütöv təhlil edək. Parçalamayan birinci növ təyinli söz birləşməsidir. Müəllim, niyə o bir mürəkkəb zərf deyil? Bu kimi hallar, siz bunu bu gündəki bununla qarışdırmayın. Bu tip hallar başqa sözlərdə də mümkündür. Məsələn, deyirəm ki, Əlinin şəhərdən gəldiyi gün sevindim. Nə etdim? Sevindim. Nə vaxt sevindim? Əlinin şəhərdən gəldiyi gün. Verin. İndi həminə günlə bir yerdə təhlil olunmalıdır deyirsənsə, bəs o zaman onda nə deyək? Deyək, burada əli ismi yoxdur, şəhər ismi yoxdur, gəldiyi feil sifəti yoxdur. Niyə? Nə var ki, gün burada tək işlənməyib? Olmaz. Yəni, burada necə yanaşırıqsa, daha doğrusu burada necə yanaşırıqsa, həmin sözün işlənmə məqamında da eyni formada yanaşacaq. Deməli, burada həmin ayrıca əvəzli, gün ayrıca isim və ismin hansı halındadır? İndi mən sizdən soruşsam ki, bu cümlədə adlı-xallı hansı sözlər var? Deyəcəksən, deməlisən ki, hamı adlı-xallı əvəzli, gün adlı-xallı isim
Niyə olmasın? Səbəb nədir? Mane olan səbəb varmı? Yoxdur. Deməli, gün sözü nədir burada? Adlı xallı sözdür. Həmin sözü əvəzlidir. Bütövlükdə bir dənə birinci növ təyini söz birləşməsidir. Tərəflənər isə parçalanmır. Eyni zamanda həmin qayda bax burada da keçərli. Əlinin şəhərdən gəldiyi gün sevindi. Bu da bütöv təhlil. Nə vaxt sevinmişik? Əlinin şəhərdən gəldiyi gün. Bu bütöv birinci növ təyini söz birləşməsi. Bax bütöv. Buradan bura. Bunun aslı tərəfi budur. Yəni, əlinin şəhərdən gəldiyi feili sifət tərkibi. Əsas tərəf isə, bax, bu gün ismidir. Aslı və əsas tərəf. Bütövlükdə bir ismi birləşmədir. Birinci növ təyin söz birləşməsidir. Ayrılıqda isə, yəni aslı tərəfi feili birləşmədir və feil sifət tərkibi. Deməli, ismi birləşmənin aslı tərəfi feili birləşmə ola bilir. Belə. Elə məqamlardan da ehtiyatlı olun. Növbəti sual kimi şəkili dostundan aldı. Sual budur. Verilmiş cümlədə ismin hansı halına aid nümunə var? Verilmiş cümlədəki ismi hansı hallarda düşünə bilərsiniz? Verilmiş cümlədəki ismi hansı hallarda düşünə bilərsiniz? Və ya isimlərdən biri. Yəni, söhbət bundan gedirdi. Birinci ismi, ismin hansı hallarında düşünə bilərsiniz? İsmin üzərində hansı şəkilçinin olduğunu deyə bilərsiniz. Verilmiş cümlənin üzərində bütün işləmə məqamlarını nəzərə alsaq, yəni başqa bütün variantlar düşün. İsmin hansı şəkilçisi ola bilər? Verilmiş cümlədə altına xətt çəkilmiş isimdə ismin hansı şəkilçisi və ya şəkilçiləri ola bilər? Ehtimallardan biri məsələn budur. Şəkil aldı nəyə? Fotonu. Foto. Düzdür? Fotonu aldı deyirəmsə, o zaman sözün kökü onda nə çıxır? Şəkildir. Şəkildən də i. Düzdür? Təsiri hallı söz. Ola bilərmi? Ola bilməz. Bizim sözlərimiz var. Şəkil, fəsil, isim, cisim, qisim kimi sözlər var ki, onlara saitlə başlayan hal və ya mənsubi şəkilçisi artırdıqda deməli son sait düşürdü. Yəni i düşməlidir burada. Kökdəki son sait düşməli idi. Şəkili aldım deyə bilmərəm axı. Şəkili aldım. Düzdür? Yəni, sən adam ala bilərsən şəkili. Bu, belə ola bilər. Bu, belə də cümlə olmaz. Düzdür? Sən, yəni, fotonu aldım desən, bu belədir ancaq. Şəkli aldım. Şəkli. Düzdür? Və yaxud desək ki, məsələn, şəkli dostunda, məsələn, indi cümləni belə yazıram. Şəkli dostunda qalıb. Bəs indi ola bilərmi? Onun şəkli deyə bilərəmmi? Deyə bilmərəm. Niyə? Çünki onun şəkildə olanda yenə də i düşür, bu şəkildə olur. Deməli, sən burada şəkilçi var ha, i, sait var ha, i. İni şəkilçi olaraq düşünə bilməzsən. Yəni ona həm mənsubi şəkilçi və eyni zamanda təsiri hal şəkilçisi deyə bilməzsən. Çünki təsiri hal və ya mənsubi şəkilçisi olması üçün bu son saitin düşməsi lazımdır. Bu da düşmür. Deməli, buradakı şəkili sözü ancaq bir dənə, yəni şəki adından yaranmış. Yəni şəkili. İnsan anlayış bildirir, şəkili olacaq. Vəssalam. Aydındır, şəkili dostuna. Deməli, belə olacaq. Şəkili, yəni özü, şəkildən olan bir adam, əli, mübtəda, dostunu aldı. Kimdən dostunu? Bir də kimsə şəkili dostunu alıb. Hansı dostuna? Şəkili dostuna. Deməli, şəkili sözü istənilən məqamda olacaq nə? Adlıq al. İstəyir, isimləşsin, şəkilli dost olsun. Hansı dost? O zaman isim sifətləşir. İstəyir, isimləşməsin, yəni sifətləşməsin. Elə kimsə ona cavab versin, yenə də adlıq halda olacaq. Yəni, adlıq halın sadəcə iki müxtəlif versiyasında işlənmiş olacaq. Şəkili sözünü təsiri halda düşünmək mümkün olmayacaq. Söhbət bu nümunədən gedir. Növbəti bir məsələ, bu da maraqlıdır. Arzuladığın məktəb olsun. Baxın, sual belədir. Arzuladığın məktəb olsun, yəni bunu intonasiyaya görə fərqli formalarda təhlil etmək olar. İndi mən sizdən soruşuram ki, verilmiş cümləmizin
xəbəri. Sadə feil nə vaxt olar və sadə feil nə vaxt olmaz? Aydınmı? Sualımız belədir və yaxud verilmiş cümlənin sintaqtik təhlil forması hansı şəkillərdə mümkündür? Belə də düşə bilər, morfoloji sual da düşə bilər, sintaktik sual da düşə bilər, ümumi qarşılıq sual da düşə bilər. Və tək bunu yazıb aşağıda xüsusiyyətlərini verə bilər və yaxud bir kolon burada xüsusiyyətləri buradan verə bilər. Bir buna uyğun cümlə təzədən burada xüsusiyyətlərini bu şəkildə verib sual kimi sizə təqdim edə bilərlər. Arzuladığım məktəb olsun. Yəni bu iki mənada düşünülür artıq. Məsələn, təsəvvür edin ki, kimsə sizə deyir ki, sən narahat olma, arzuladığın məktəb olsun, gerisi düzələndir. Sənin arzuladığın məktəb olsun. İndi biri miqə hazırlaşır, müəllim imtahanına hazırlaşır. Gedib, nə bilim, bazardan balıq alanda evə gətirir, görür ki, balığı qızıl balıq çıxır. Qızıl balığı arzu deyirsən, balıq da deyir ki, mənim imkanlarım bu qədərdir. Arzuladığın məktəb olsun, tapılsın, vakansiya çıxarılsın, gerisinə mən sənə kömək edirəm. Hətta eləsə, nədir, ora kimi köməyin lazımdır, sən də qızıl balıqlığın təpənə dəysin. Nə demək istəyirəm? Arzuladığın məktəb olsun, tapılsın. Məsələn, deyir ki, arzuladığın maşın olsun, arzuladığın maşın olsun, tapılsın, narahat olun, gerisini mən həll edirəm. Bu da belə, arzuladığın məktəb olsun, tapılsın. Nə? Məktəb? Hansı məktəb arzuladığın? Təyin. Bunu silim. Arzuladığın məktəb, hansı məktəb? Arzuladığın. Nə? Məktəb nə olsun? Olsun, tapılsın. Bu versiyada biz bunu nə götürəcəyik? Deməli, olsun xəbər, məktəb mübtəda, arzuladığına təyin. Düzdürmü? İkinci versiya. Deyirəm ki, arzuladığın, yəni xəyalındakı arzun məktəb olsun. Düzdür? Belə yazılır buna. Arzun, bu mənada deyirəm də, arzun məktəb olsun. Arzu məktəbdir. Düzdür? Bütöv xəbər. Nə? Sənin arzun və yaxud arzuladığın. Mənanı izah eləmək üçün deyirəm ki, arzundan əvəz eləyə bilərsən. Oldu nə? Mübtəda və xəbər. Bəs bu zaman məktəb sözü bir dəfə oldu mübtəda, ikinci dəfə isə xəbər mi oldu? Deyə bilərəm, xəbər oldu. Xeyr, xəbər olmadı. İkinci dəfə xəbər oldu deyil. Xəbərin, bax, xəbərin tərkib hissəsi oldu. Xəbər oldu, yox. Yəni, məktəb sözü həm mübtəda, həm də xəbər kimi düşünülə bilər yazarsa, fikir səhvdir. Niyə? Xəbər deyil axı. Xəbərin tərkib hissəsi. Mübtəda ilə xəbər arasında nə qədər fərq varsa, xəbərlə xəbərin tərkib hissəsi arasında da o qədər fərq var. Yəni, başqa-başqa şeylərdir. Yaxşımı? Yəni, feili bağlama və feili bağlama tərkib. Feili bağlama dediyin bir sözdür, feili bağlama dediyin söz birləşməsidir. Niyə fərq olmaz? Bax, bu da onun kimi cümlə üzvünün özü və tərkib hissəsi fərqli-fərqli şeylərdir. Belə və bəs arzuladığın sözünün quruluşca növü dəyişərmi? Xeyr, dəyişməz. Hər bir halda bu söz nədir? Düzəltmə sözdür və bir dəfə təyin, bir dəfə isə mübtəda kimi düşünüləcək. Yaza bilər ki, verilmiş cümlədə təyinin işləndiyi və yaxud ikinci növ təyin söz birləşməsinin işləndiyi nəzərə alsaq, hansı fikir doğrulur? Təyin kimi bunu düşünürsən. Arzuladığın məktəb tapılsın. Artıq məktəb mübtəda olsun, sadə feil. Növbəti bir məqam deyə bilərsən ki, arzuladığım deyə bilər ki, cümlədə yalnız baş üzvlərin iştirakını nəzərə alsaq və yaxud o zaman sual rahatlaşır. Deyə bilər ki, cümlədə ikinci dərəcə üzvün işlənmədiyini nəzərə alsaq, bu daha rahatdır. İşlənmədiyini nəzərə alsan, deməli, o zaman ancaq nə qalır? Sən onu təhlil eləməsən, görməlisən ki, baş üzvü. Yalnız baş üzvlər yazsa, adı ilə dedi də, baş üzvü. Amma ikinci dərəcə üzvün işlənmədiyini desə, bu zaman daha qəşəng səliqəli sual olur. Nə? Arzuladığım mübtəda, məktəb olsun da xəbər. Salam, belə. Sonra, məsələn, deyir ki, bu hallara yaxud bu fikirlərə yer verildi. Məsələn, bu fikirlərə yer verilib də, yəni onun nitqində, belə lap yazın burada, onun nitqində
haqqında bu fikirlərə, bu məqamlara da yer verildi. Belə bir cümlə verilir və soruşulur ki, verilmiş cümlədə feil məhsul növdədir və yaxud şəxsiz növdədir. Bu zaman adam nə edir? Təkcə verilmək sözünü götürür. Verilmək sözünü götürür və çıxardır buradan, kontekstdən çıxardır. Kənarda ona sual verir və deyir ki, məhsul növdür. Olmaz. Yəni bu söz verildi deyil, yer verildidir. Sən onu bu şəkildə düşünməlisən. Bu şəkildə o sözün qarşısına mübtəda qoymağı bacarmalısan. Bəli, verildi, nə? Kitab. Şəxsi cümlədir. Amma desək ki, bu fikirlərə yer verildi, bu zaman artıq bu məhsul növ feil deyil. Çünki qarşısındakı olan söz onu məhsul növ kimi işləməyə imkan vermədi və məcburən sən onu şəxsiz növ kimi və həmçinin şəxsiz cümlə kimi düşünəcəksən. Çünki mən yer verildi, sən yer verildi, o yer verildi deyə bilmirsən. Cümlənin əvvəlinə mübtəda artıra bilmirsən deyə nə götürəcəksən? Bunu da deməli şəxsiz növ feil kimi götürəcəksən. Bu da imtahanda işinizə yaraya biləcək məqamlardan biri olacaq. Ümumiyyətlə, şəxsi növ feili tapmaq üçün əvvəlinə deməli mübtəda qoyun. Əməl olundu, mən əməl olundu, sən əməl olundu, o əməl olundu deyə bilmirəm deyə məcburən şəxsi növ kimi götürməliyim. Oxuyandan növbəti sonra danışdı. Xəttə bax ya, bu nə cürnüdür. Oxuyandan sonra danışdı. Öncə danışdı, təhlil edirsən. Kimlə danışdı? Oxuyandan danışdı ki, belə bir oxuyan var idi, müğənni var idi, xanım da var idi. Nə vaxt danışıb? Sonra. Bir də belə düşünə bilərsən. Oxuyandan sonra danışdı. Artıq bu söz olur qoşma və bu çıxışlığa bütöv işlənir. Nə vaxt danışıb? Oxuyandan sonra. Bütöv işlə bir zaman zərfliyi olacaq. Qoşmalı sözlə işlənmiş bir zaman zərfliyi olacaq. Və başqa nə var burada? Deyə bilərsən ki, müəllim, burada anda, bir də görürsən, burada anda götürür. Deyir, feili bağlama filan var, nə bilim, mütəzə fokus edirlər. Olmaz. Niyə? Çünki birinci növbədə qoşma. Feili bağlamaya qoşulmaz. Yəni, feili bağlamalar qoşmalardan işlənməz. Bu bir. İkincisi, sən buna anda deyirsənsə və bunu ya nə deyəcəksən? Variant yoxdur axı. Ona görə buradakı təhlil eləsən vəziyyət budur. Oxu sözün kökü, deməli, oxu sözün kökü, an, feil sifət, dan çıxışlıq al. Sonra da qoşma. Bunu rahat təhlil eləmək olur. Bir də görürsünüz gətirib oxuduqdan sözünə verə bilərlər. Orada da eyni şeydir. Onu da təhlilə vermirlər. Kimsə yəni sənə deyirsə ki, məsələn, oxuduqdan sözünü təhlil elə, bil ki, yəni məqsəd öyrətmək deyil, məqsəd səni çaşdırmaqdır. Sən də kafana uyğun götür onu belə təhlil elə. Dıqdan deyil. Götür onu belə təhlil elə. Deyəcək dan çıxışlıq al, deyən onda sən də mənə dıq deyə bir feil sifət şəkilçisi göstər. Varmı dıq deyə bir feil sifət? Dıq üstə gəl mənsubiyyət, dıq üstə gəl haldır. Yəni üstə gəlinəndirsə, demək sən bunu bir götürməlisən. Burada heç ayıra bilirsən, burada isə ayıra bilmir. Yəni dıq deyə bir feil sifətimiz yoxdur. Oxuduqdan sözdür. Mən danı ayırsam, oxuduğu nə olacaq? Şuhud keçmiş zamanı. Feil sifət təsriflənməyən feil şuhud keçmiş zamanı işlənsə, onda təsrifləndi. Adı təsriflənməyən də özü təsrifləndi. Onların belə şey olmaz. Belə ona görə o tip suallarına heç vaxt vaxt itirməyin. Boş yerə vaxtınızı yormayın. Məsələn, mən filoloqlarına, ibtidai sinif müəllimlərinə qrup açıram. Qrup açılan kimi baxıram, ancaq lazımlı, faydalı testləri soruşuram. Yəni, mənə baxıram suala, lazım deyilsə, sənə lazım deyil. İstəyir ona görə məndən küssün, istəyir ona görə qrupdan çıxsın. Yox, mənim belə bir proqram var, onu nə olur olsun, dəyişmirəm, pozmuram. Lazım olmayan kənar, mənasız sualları da bacardığım imkan vermirəm. Əgər sual veribsə də, lap uzaq baş izah edirəm və sonra deyirəm ki, bu sizə lazım deyil, buna baxmayın. Və test olaraq biz nədən istifadə edirik? Dimdən istifadə edirik. Öz testimizdən istifadə edirik. Bir də onluq testlər yığıram mən ora, sayta. Hər mövzuya uyğun, iki mövzu, bir mövzu qarışdırıb yığıram ki, çünki imtahanda sizə suallar sifətdən, saydan, feildən, zərfdən düşmür. Qarışdırıb suallara sualı. Sifətlə bir dənə cümlə içində hər şey var.
Təbii ki, sən onların hər birini ayrı-ayrılıqda bilirsən, amma ikisini bir arada gələndə, qarşına çıxanda biləcəksənmi, məsələ budur. Ona görə qarışıq suallar işləmək lazımdır. Yəni, mövzu olaraq qarışıq, yəni ad olaraq, tip olaraq qarışıq demirəm. Mövzu olaraq qarışıq mövzular işləmək lazımdır. Yaxşımı? Yəni, bir-birinə yaxın. İsim, sifət, sahib, belə uyğun. Leksika, məsələn, ayrı işləyə bilərsən. Həm fonetikadan, həm leksikadan belə işləmək olar. Və ona görə mən seçirəm. Yəni, konkret bir dənə kitabı qoyub bunu işləyim, yox. Çünki bir dənə istənilən hal-hazırda MİQ üçün yazılan kitabların demək, hamısında problem var. Və yəni, mən baxıram ondan açıram. 100 dənə test var. İçindən faydalı hesab elədiyim 20 dənə, 30 dənə işlədirəm, qalan işlətmirəm. Hamısı gözəl kitabdır. Yazılan, əziyyət çəkilən, əziyyət qoyulan bütün kitablar gözəldir. Amma mən orada uyğun hesab elədiklərimi işlədirəm. Qalanları ilə qrupun, müəllimi vaxtını almıram. Çünki adam onu hamısını desəm gedişdə, hamısını işləyəcək və nəticədə gələcək 10 dənə işləyəcək, 11-ci sualda erişəcək. Ya sualda problem var, ya cavabda problem var, ya iki fikir çıxır, ya subyektiv yanaşma var. Niyə o adam onu işləyib vaxtını itirməlidir, özgüvənin itirməlidir? Mənə lazımdırmı? Yox, mənə lazım ki, onda elə bir özgüvən yaradım. Və o hətta analiz eləmə qabiliyyəti olsun. Yox, bu sual uyğun deyil, bu sual yaxşıdır, filan, belə. Belə, hər birinizə uğurlar arzulayıram. Ümid edirəm ki, inşallah qarşıdan gələn imtahanlarda da uğur qazana biləcəyiz. Videomuz əgər xoşunuza gəlsə, fayda verirsə sizə, deməli, səhifəmizi izləyin, kanalımıza abunə olun. Bu qədər, sağ olun.